Salam, bugün sizinle bir yerde kosmetika masamı təmizləyəcəyəm. Gəlin başlayaq. Təmizləmək üçün özümə vlajni salfetka, nə bilim, dəsmal və belə bir sprey gətirmişəm. Bu deyəsən şüşə üçündür, amma eyb yoxdur. Biz bununla təmizləyərik tozları və s. Bunu da oğlum qırıb. Düşünürəm ki, ən yuxarılardan başlayaq, hə? Sonra yavaş-yavaş belə gələk aşağı siyirmələrə doğru. Deməli, mən şkafın tozunu aldım. İndi isə əşyaların bir-bir tozlarını alıram. Bu bizim saat qabımızdır. Əsasən yoldaşımın saat qabıdır, amma saatları hardadır bilmirəm. Cəmi 2 saat mənim idi, qalanları onun idi. Saatlar tapıldı, buradaymış. Biri də çox güman ki, qolumdadır. Siz isə mənim səhifəmə abunə olun. Digər videolarıma da keçid eləyin. O videoları da izləyin. Məndə L'Oreal'ın belə bir saç üçün yağı var. Saçları inanılmaz dərəcədə gözəl parlaq edir. L'Oreal'dan buruq saçlar üçün saç kremi. Daha sonra 2 ədəd belə bir antiperspirant. Bu dəfə yaya uyğun olanını götürdüm. Fa'dan götürdüm. Biri lime'lıdır, biri isə nanəlidir. Həmişə Nivea'ya götürürdüm. Bu dəfə bu ikisini götürdüm. Bu bizim günəş kremimiz. Bu adi sudur. Dyson'la saçlarımı şəkilləndirərkən, burarkən belə bir su mənə lazım olur. Saçlarımı qurudarkən, fenləyərkən istifadə edirəm saçlara, saçlarımı yandırmasın deyə. Bu da L'Oreal'dan da yenə Dream Long seriyasından Heat Slayer'dir. Daha sonra bizim burada belə bir diffuzerimiz var. Diffuser, bilmirəm bu necə oxunur. Deməli belə, buranı bu şəkildə belə hazırladım. O isə mənim adaptörümdür, o qara. Onu da qoymağa yer yoxdur. Uşaqların əlindən belə hər şeyi bu vəziyyətdə qoyuram. İndi isə biz buraları təmizləyəcəyik. Bu mənim ümumi fırça qabımdır. Bunu sildim, təmizlədim. İndi fırçaları içərisinə daxil edəcəm. Ay, bir dənə belə bir şəkil tapdım. Çox şirindir. Bu mənim. Qədədir belə birinə deyirlər buna, zakolka. Var, neyini bunu açım, yoxsa yox. Uşaqların da günəş kreminin bitməsinə az qalırdı. Ona görə ehtiyata yenə sprey aldım, günəşdən qoruyucu və stik aldım. Bu isə üz üçündür. Əgər bundan əvvəlki videoya baxmısınızsa, sizə demişdim ki, alış-veriş videomda bunu mənə hədiyyə etmişdilər mağazadan. Əgər izləməmişsinizsə, keçid eləyin, izləyin. Daha sonra burada məndə var Estee Lauder'in Perfectly Clean adlı toneri. Bütün dəri tipləri üçün uyğundur və çox sevirəm bu toneri. Burada məndə güzgülər var 2 ədəd. Mən bunları çantaya atıram. Lazım olur. Azərbaycandan almışam. Və burada bir məktub var. Bu məktub da mənim üçün çox dəyərlidir. Bunu da saxlayacağam. Bu qabı da tərtəmiz elədik. Belə alındı. Son halı budur. Lap yuxarını yığışdırdıq, ortanı yığışdırdıq. İndi gəlirik bura. Mən fırçalardan başlamaq istəyirəm. Qələmlərə baxaq. Gəlin birinci Catrice'dən başlayaq. Mən bunu videolarımda sizə göstərmişəm. Çox gözəl rəngi var. 069 Manhattan adlanır. Catrice Plumping Lip Linerlərindəndir. Sonra Essence. Bunu da videoların birində sizə göstərmişəm. 01 nömrəsi 8 saata qədər madlıq vəd edir və qalıcı dodaq qələmidir. İkisi də qalıcıdır. Dodaq qələmlərimin içərisində super qalıcı olan isə Raderi 83 nömrəsi Plummy adlanır. Çox qalıcı qələmdir. Yenə Catrice, bu isə qaş qələmidir. Cool Brown adlanır rəngin adı. Gözəl rəngdir. Miss Daisy 765 dodaq qələmi, qəşəngdir. MAC rəngi mənə uyğun deyil, amma qəşəng nədir? Qaş üçün geldi. Eyebrow Styler rəngi də Hickory'dir deyəsən. Sonra yenə Catrice, bu isə gel teksturalı göz qələmi olmalıdır. Nömrəsi Brownie adlanır. 030. Şiklamdan belə bir qırmızı rəngli dodaq qələmi var məndə. Bunun nömrəsi də neçə idi? 521. Bir ədəd belə bir pinset var. Isadora'dan belə bir fırça. Bəzən ənlik tətbiq eləyirəm bununla. Şeyinin nömrəsiz fırçası. Bununla bronzer tətbiq eləməyi çox xoşlayıram. Düzü şeyindən fırçalar alanda bəyənməmişdim. Amma bu hədiyyə gəldi nə vaxtsa sifarişlərimin içərisində və onu saxladım. Çünki yaxşıdır. Adını oxuya bilmədiyim bu brend. Bu fırça çox qəşəngdir. Mən bununla
pudra tətbiq edirəm, yumşaqdır. Daha sonra məndə Life-dan var. La Sera, üzr istəyirəm. Bu da konsiler üçün, tonal krem üçün, krem teksturalı ənlik, bronzer üçün əladır. Bu isə Life-dandır. Mən bunların ənlik tətbiq eləməyi sevirəm. Şaların hamısını bir-bir göstərməyim, hə? Belə bir masaj daşım var idi, amma indi baxıram, nəsə belə bir problem var burada. Görürsünüz? Ona görə də mən bunu atmalı olacağım. Hardan idi? La Sera Milano'dan idi. Başlayaq birinci bundan. Caroline'ın Fix and Go makyaj sabitləyici spreydir. Pudralı görünüşü üzdən alır, üzə parlaqlıq verir və makyajı qalıcı edir. Lalinin əl kremi. Mən Lalinin əl kremlərini çox sevirəm. Bunu mağazadan, ümumiyyətlə deməyəcəm, ötən videoya baxmışsınızsa bilirsiniz. Yəni, vizual olaraq qablaşmasını, estetikasını çox bəyənirəm. Ona görə də qoymuşam, burada saxlayıram. Aşağı qoymadım. Mənə də gəlir ki, gözəl görünür burada. Clarins-dan istifadə etdiyim tonal kremlərdən həmişə razı qalıram. Skin Illusion möhtəşəm bir şeydir. Nars'ın məşhur likid blushı orqazmla məşhurdur, amma məndəki nömrəsi Torriddir. Çox gözəldir. İlin bütün fəsillərində istifadə eləmək olar. Həm yayda, həm qışda qalıcılığı əladır. Super şeydir. She Glam'dan olan bu məhsullar da superdir. Təəssüf, bunun vaxtı bitir. Gələn ay, iyul ayında, 7-ci ayda bitir. Amma bundan kifayət qədər istifadə eləmişəm. Çox heyfslənmirəm. Ən çox buna heyfslənirəm. Bunu az istifadə eləmişəm. Bu skulpturdur. İnanılmaz dərəcədə üzdə tez dağılırlar. Hər ikisi də əladır. Bunun nömrəsi Soft'dan. Ənliyin nömrəsi isə HH adlanır. Yenə Lalin bu dodaq skrabını da bir dəfə istifadə eləmişəm. Dodaq skrablarını ümumiyyətlə həftədə 1-2 dəfədən çox çalışın istifadə eləməyin. Bunu da bəyənirəm. Dodaqların quruluğunu alır və dodaqları yumşaldır. Sugar Lip Scrub. Əla şeydir. Yenə Shein-dən illər əvvəl nəsə sifariş verəndə, indi hal-hazırda Shein-dən heç nə sifariş vermirəm. İndi deyəndə son illərdə. Bu da məncə hədiyyə gəlmişdi. Məncə mən belə bir şey sifariş verməmişdim, amma çox maraqlı şeydir. Fikirləşirəm ki, mən niyə toya falan gedəndə bunu vurmuram. Əla highlighterdir, bədən üçün qəşəngdir. Üzdə biraz abartılı görünür, amma bədən üçün əladır. Bu paleti də çox güman ki göstərmişəm sizə. Lancome'un paletidir. Bu həm üz üçün, həm də göz üçün nəzərdə tutulubdur. 2022-ci ildən buraxılır. Mən bunda gündəlik makyajlar eləməyi çox sevirəm. Üz üçün olan məhsulları çox qalıcıdır, amma göz üçün olan tenlər bir müddət sonra intensivliyini itirir. Bu da onların krem teksturalı olmasından qaynaqlanır məncə. Fikirləşirəm ki, çoxdan da istifadə eləmirdim. Niyə mən bunu istifadə eləməmişəm? İndi başlamışam gündəlik makyajlarda ancaq bu paletdən istifadə etməyə. Kosmetika sifarişlərim adlı videoma baxmışsınızsa, yəqin ki bu kuşon formatlı tonal kremi də görmüsünüz. Güya mən bunu almışdım ki glow skin effekt verəcək və örtücü olan deyil, amma yanılmışam. Tam bir örtücü tonal kremdir. Heç bir glow effekti də yoxdur, matdır. Pisdimi yox, sadəcə olaraq rəngini çox açıq seçmişəm. Yəqin ki qışda istifadə edirəm, amma glow skin deyil. Və qalıcılıq güya az idi. Digər tonal kremlərinə baxmış da, yəni qırmızı rəngli tonal kreminə baxmış, amma yox. Yəni qalıcılıq da möhtəşəmdir. Pis deyil, sadəcə mən başqa şeyi nəzərdə tutmuşdum, başqa şey gəldi. Biraz o qəribə göründü mənə. Pupanın bronzeri içinə açan kimi şokolad qoxusu gəlir. Quruyub bu eyeliner, amma su Quruyub bu eyeliner, amma suyu ilə bir yerdə hələ də istifadə etmək olur. Inglotdandır. Bobbi Brown'dan olan əla stik göz kölgələri tenlərdən, yəni ten paletlərindən istifadə etmək istəməyənlər üçün əladır. Tam bir çantalıq məhsuldur. Fırçaya belə ehtiyac yoxdur. Onları barmaqlarınızla tətbiq edirsiniz və super gözəl görünürlər. Clarins-ın Sparkle əla şeydir. Toya gedib eləyəndə vururam. Nömrəsi Ambre Sparkle 102. Lancome'un Idol tintləri yenə də tam bir çantalıq məhsullardır. Barmaqlarınızla tətbiq eləyə bilərsiniz. Görürsünüz də biri zərlidir, digəri isə matdır. Məndəki 04 və 05 rəngləridir. Mat olan 04-dür, zərli olan isə, parlaq olan isə 05-dir. Göz kölgələrindən başlamışkən Flower No Chocolate seriyasından olan Tem paleti.
Bu sparkle da deməzdim. Bu glitterləri quruyur. Yəni o barədə bəyənmirəm, amma digər mat tenlərini isə bəyənirəm. Əsl baza göz kölgəsi paletidir. Sadəcə olaraq bir problem var ki, bununla çox fərqli makyaj eləyə bilmirsən. Rənglər çox fərqli görünmür gözdə. Plus minus hamısı eyni görünür, amma problem yoxdur. Mən bu tonları sevirəm. Nude paletdir. Yaxşıdır. Lauder'in limitli seriyasından olan göz kölgələri paleti. Burada da cəmi 2 mat ten var, ağ və qara. Digərləri hamısı parlaqdır. Lancome'unkinə baxmış, bu tenlər intensivliklərini saxlayırlar. Əlbəttə şikayət eləmişdim ki, rənglər bir-birinə çox oxşuyur, fərqli makyaj eləmək olmur. Burada isə şikayət edirəm ki, rənglər bir-birindən olduqca fərqlidir. Bəlkə işıqdan dolayı oxşar görünür, amma tamamilə fərqli tenlərdir və adam bilmir nə makyaj eləsin. Bu birinci gördüyünüz pink artıq daşlaşıb da istifadə eləmək olmur. Digərlərinin pigmentasiyasını çox bəyənirəm, amma rəngləri biraz qəribədir. Bu ortada gördüyünüz parlaq ten isə super parlaq deyil. Pis deyil, yəni istifadə eləmək olur. Yaxşıdır, yəni bəyənirəm. İndi sizə pudralarımı göstərəcəm. Essence'in Brighten Up banana pudrası. Bu pudranı vurarkən YouTube videolarımda çox əla görünür. Göz ətrafını aydınladır, baking effekt verir. Amma bir problem var ki, mənə elə gəlir ki, o qurudur. Az istifadə etməyə çalışıram. Nömrəsi 20 Banana adlanır. Banana. Qəribə adı var. Digər pudra Miloka'dandır. Ultra Cover Powder. Bunun da nömrəsi yazısı gedibdir, amma Almond adlanır. Qəşəng pudradır. Örtücüdür. Bəyənirəm. Givenchy ən sevdiyim pudram isə budur. Yalan deməyəcəm. Dəri tonunu bərabərləşdirir, matlıq verir, blurlaşdırır. Bununla yanaşı çox quruluq da hiss etmirəm. Çox sevirəm bu pudranı. Məndəki nömrəsi 02 Satin Blanc. Sonra Bobbi Brown'dan Pink Glow adlı highlighter. L'Oreal Lumi Glotion nömrəsi 901, əla şeydir. Bazı olaraq istifadə eləmək olar. Bu yapışqanlardan dolayı, nakleykalardan dolayı belə çirkli vəziyyətdədir. Yəni mən bunu belə çirkli saxlamamışam. Həcm 40 ml-dir, səhv etmirəmsə. Əla şeydir. Makyajın altından istifadə edirəm. Tonal kremlə qarışdırıb istifadə edirəm və yaxud da tonal krem istifadə etmədiyim günlərdə tək bundan da istifadə edirəm. Əla parlaqlıq verir üzə. Yaxşı şeydir, yəni bəyənirəm. Sevdim bunu. Mənim üçün yayın əvəz olunması Pupanın Professionals BB Cream Plus Primeridir. Tərkibində 20 SPF faktor var. Dəri tonunu bərabərləşdirir, qızarıqlıqları örtür. Məndəki nömrəsi 001 nude'dur. Yay üçün əladır, amma qışda da istifadə eləmək olar. Bilinmir ki, üzündə tonal krem var. Çox gözəldir. Sevirəm bunu. Lancome'un Idol klassik parfümü var. Onun bədən kremidir. Məndə bunun böyüyü var idi. Bu yəqin hardasa setin içərisindən gəlibdir mənə. Yəqin hədiyyə idi. 50 ml-dir. Amma yaxşıdır belə balaca variantları. Özünüzlə, nə bilim, səyahətə falan gedərkən götürə bilərsiniz. Bu ağ qabda olan Estee Lauder'in qaş və kipriklər üçün nəzərdə tutulmuş serumudur. Qaş tökülməsinin qarşısını alır. Qaş və kiprik tökülməsinin qarşısını alır. Bu Benefit'in 3.75 nömrəli qaş üçün gelidir. Əla şeydir. Gimme Bro Plus adı deyəsən. Yazısı təəssüf gedib. Qiyməti bahadır, amma xoşuma gəlir. Sonra yenə qaş geli, şəffaf qaş geli L'Oreal'dan Infallible Brows. Yenə şəffaf qaş geli Caroline'dan Brow Setting Gel əladır. Yəni hamısını da sevirəm. Konsilerlər, məndə konsilerlər çox deyil, çünki mən onları istifadə edib bitirirəm, bilmirəm və onların da istifadə müddəti cəmi 6 ay olur. Ona görə də çox konsiler almıram bu aralar. Məndə Pupanın Wonder Me konsileri var 3-ü birində. Çox sevirəm və Kiko'nun Full Coverage konsileri var. Bunun istifadə müddəti 6 aydır. Yəni 6 aydan sonra Kiko'nu artıq istifadə edə bilmərsiniz. Burada da yenə istifadə müddəti 6 aydır. Kiko'nun nömrəsi 02-dir. Pupanın nömrəsi isə 010-dur. Məşhur glosslarından məndəki nömrəsi 01-dir. Bu şəffaf glossdur. Daha sonra Lancome'un bir dəqiqə nömrəsinə baxaq sizinlə. 168 nömrəli
pomadasıdır bu əslində. Dodaqlarda blesk kimi görünür, qıpqırmızı parlaq görünür, amma əslində çox qalıcıdır. Mən bilmirəm bu pomadadır, rujdur, yoxsa glossdur, nədirsə çox yaxşı şeydir. Bu mənə hədiyyə idi. Mən bilmirəm ümumiyyətlə nədir, amma rəngini bəyəndiyim üçün saxlayıram. Aşırı gloss, yəni çox parlaq durmur. Yəni çox qəşəngdir. Necə deyim, no make-uplarda istifadə etmək olar. Yalnızca bunu dodaq qələmsiz, pomadasız insanın öz dodağı kimi görünür. Yəni qəşəngdir. Hələ ki saxlayıram. Bir dənə də tuşum var deyəsən, amma o yuxarıdadır. Məndə Estee Lauder'in tuşu var və Essence'in tuşları var. Estee Lauder'in yenə limitli kolleksiyalarından idi. Amma bu limitli olsa da bu rəngi hələ də satışda var. İstəyənlər ala bilər. Estee Lauder'in 440 nömrəli dodaq boyasıdır. Irresistible adlanır. Pure Color seriyası hələ də satışlarda mövcuddur. Sadəcə olaraq bu qablaşmada olmayacaq. Yəni başqa qablaşmada olacaq. Yenə onun kimi Estee Lauder'in Pure Color seriyasından 340 Invisius deyəsən nömrəsidir. Bu da qırmızı dodaq boyasıdır. Bunun isə satışda olmasından əmin deyiləm. Yenə Estee Lauder'dəndir. Wild Rose'dur nömrəsi. Bəli, yazılıb ki, Limited Edition. Yəni limitli kolleksiyadan idi. Bunlar isə hər zaman satışda var. Nars'ın Orgasm adlı lip balmı. Lip balmı. Sonra gəldik Clarence'a. Bu da 01 nömrə olmalı idi. Səhv tutmuşam bircə saniyə. Yəni bundan başa çıxmadı. Yəni qəşəngdir, amma dekorativ kosmetika olaraq istifadə etsən rəngi yoxdur. Nə bilim, qulluq vasitəsi kimi istifadə edəsən, qulluq vasitəsinə uyğun deyil. Mən bunu hansısa bir pomadanın üzərindən vururam. Gloss kimi görünür, parlaq görünür pomada və mat pomadaların üzərindən vururam. Və beləcə həm dodaqlarım qurumamış olur, həm də biraz görünüşə yumşaqlıq vermiş oluram, parlaqlıq vermiş oluram. Qəşəngdir, amma razı qaldım. İkinci dəfə alaram mı? Yox. Yox, alamaram ikinci dəfə. Nə bilim, yəni başqa rəngini alaram, daha doğrusu. Lancome'dan 247 nömrəli French Tea adlı krem teksturalı dodaq boyası var məndə. Belə rəngdədir, əladır. Bunu da sevirəm. Markdan 69 idi deyəsən bunun nömrəsi. Siz də görürsünüz, bəli 69. Çox mat dodaq boyasıdır. Look to Kiss adlanır. Bunu da çox sevirəm, amma tez-tez istifadə edə bilmirəm. Mat, amma sevirəm. Kika Plast La Roche-Posaydan bir şey var ki, tez bitir. 7.5 milli həcmdədir. Qiyməti ucuz deyil də, yəni bu qədər həcmə görə. Ya həcmi çox eləsinlər, ya da qiyməti biraz aşağı eləsinlər. Xahiş edirəm, nəzərə alın. Gördüyünüz kimi heç nəyin yerini dəyişdirmirəm. Sadəcə olaraq tozlarını alıb yenidən yerləşdirirəm. İndi isə qulluqlar olan hissəni sizə göstərmək istəyirəm. Deməli, Soko'dan, Soko Korea brendidir. Belə bir şeyim var. Bu əslində hamamda saxlayıram bunu. Necə olub bura gəlib bilmirəm. Bir qabım var. Mən burada əslində qulaq çöplərimi saxlayırdım. Bu niyə belə oldu? İndi amma süngərləri daxil eləmişəm içərisinə. Bu içərisində olan süngərləri istifadə eləməmişəm alandan sonra, amma bu üzərinə qoyduğumu istifadə edirəm. Ona görə də onu orada saxlayıram. Bunlar isə təzədirlər. Digər retinola başlayırdım, amma heç cürə alınmadı. Sonra yay gəldi, yayda ehtiyat elədim. Çünki bəzən günəş kremi vurmağı unuduram, amma düşünürəm ki, yenidən başlamaq lazımdır. Çünki istifadə müddəti bitəcək. İstifadə elədiyim günəş kremi La Roche-Posaydan, bunu bəyənirəm. Bir də yenisini aldım, düşündüm yoxluyum. Bu ondan biraz ucuz idi. Amma yox, yaxşı olmasa yenidən buna qayıdacağam. Ümumiyyətlə, yəni ucuz olmalıdır günəş kremləri yayda. Mən baxdım qiymətlərə, şok oldum. La Roche-u bitirəndən sonra bunu istifadə edəcəm. Görərik bu necədir. CeraVe'dəndir bu da. Bunun da həcmi 50 millidir. Mağazaya gedəndə ehtiyata alıram günəş kremləri. Həm uşaqlar üçün, həm də özüm üçün. Common nəmləndirici kremindən istifadə edirəm. Bunu gecələr istifadə edirəm. Gel teksturalı kremidir. Bəyənirəm. Bütün dəri tipləri üçün uyğun. Gündüzlər isə La Roche-un Sensitive Tolerin, nə bilim, nəsə belə bir rich nəmləndirici kremini istifadə edirəm. Dərimi gözəl nəmləndirir. Bunu bəyənirəm. Həssas dərilərdə istifadə edir, quru dərilərdə istifadə edə bilirlər. Burada isə həcm 40 millidir. İllərdir istifadə etdiyim serum, həmişə bunun haqqında danışıram. Estee Lauder Advanced Night Repair. Müalicəvidir sanki. Dəriyə parlaqlığını geri gətirir. Həqiqətən də mən sevərək istifadə edirəm. Gecələr istifadə edirəm. Mən demişdim ki, sizə Nivea'nın nədir bu? Stiklərindən istifadə edirəm. Fa almışam. Görək onlar necədir. Nivea'nı isə bəyənirəm.
Deməli, uşaqların əlindən onlar parfümları ya da kosmetikaları qırırdılar şkafda. Mən getdim, belə bir şey aldım və yoldaşımdan xahiş elədim ki, bunları vursun divara və ətirlərimizi ora qoyaq. Amma çox ətir almaq olmaz. Ya da alsam başqa yerdə saxlamaq lazımdır. Çünki bura çox üzr istəyirəm. Çox ağır qoymaq düzgün deyil. Bizim yoldaşımın daha 2 parfümünü tapdım, gətirdim. Birini yəqin özü ilə aparıb. Armani Super Fresh qoxular sevirsinizsə, daha doğrusu nə bilim yoldaşınıza, atanıza, qardaşınıza almaq istəsəz, əladır. Ayda nə olub mənə? Bunu mən almışdım ona səhv eləmirəmsə ad günündə. Bunu da deyəsən mən almışdım. Ay yox, mən başqa şey almışdım. O gedib dəyişib bu. Ayda Dilan Bulu götürdü. Mən deyəsən Versens almışdım. Bunları isə gündəlik istifadə edə bilmir. Yves Saint Laurent ümumiyyətlə deyir ki, vurur və günlərlə qoxusu getmir. Digəri isə Dior Sauvage-dır. Bədən spreyləri çox istifadə eləmirəm. Bu mənim ömrümdə 2 ya da 3-cü bədən spreyimdir ki, yalan olmasın. Almışam. Şirin vanilli dondurma qoxusu gəlir bundan. Chloe Ayda bu çox möhtəşəm bir şeydir, həm də qalıcıdır. Signature, necə adlanır bu bilmirəm, amma pudralı, güllü bir parfümdür deyə bilərəm. Biraz da meyvəli, çox şirin deyil. Pion gülünün qoxusu var. Sonra Juliette Hezegan, bunu da göstərmişəm sizə videolarda. Fresh bir parfümdür, unisex bir parfümdür. Həm kişilər, həm də qadınlar istifadə edə bilər. Parfüm mənə payızı xatırladır. Bu parfümü qoxlayanda belə şirin sulu armud yemək istəyirəm. Cartier'in Panter parfümüdür. Yaya da uyğun ola bilər. Yəni çox boğucu bir şey deyil, amma adam bu parfümü qoxlayanda payız iyi gəlir sanki, bilmirəm. Sonra Alive, bu da tam bir gecə parfümüdür. Qışda belə bunu gündüzlər istifadə etsəz belə çox az istifadə eləmək lazımdır. Əsl gecə parfümüdür. Mən yoruldum deyəsən yekunlaşdırmalı olacağım və son olaraq bunları da göstərim, yekunlaşdırım. Bu bilmirəm brend nədir, nədir, amma münasib qiymətli olduğu üçün götürdüm. Çünki mənə bədən kremləri münasib qiymətli sərf eləyir. Həcmi 300 ml-dir. Bu qədər istifadə eləmişəm. HB adlı ayaq kremi ölü dəniz mineralları əsasında hazırlanır. Həcmi 100 ml-dir. Ursi adlı əl kremi. Bu da yenə İsrailin məşhur markasıdır deyim. Qoxusunu çox bəyənirəm. Mən çox yoruldum həqiqətən. Digər yerləri də başqa zaman təmizləməyi düşünürəm. Dəhşətli dərəcədə su içmək istəyirəm. Düşünürəm ki, bəyəndiniz videoları. Əgər bəyəndinizsə like qoyun, səhifəmə abunə olun, fikirlərinizi yazın, kanalıma abunə olun. Mən isə sizinlə sağollaşıram. Çox sağ olun bugün mənimlə buraları toparladığınız üçün. Sizi öpürəm, qucaqlayıram. Hələlik.